Hər kəsə salam. 4 iyul bürclərin yeni və gözəl günə başlayır. Uğurlar. Qoç. Bugün daxilinizdəki o sönməz alovun yenidən alovlandığını hiss edəcəksiniz, əziz qoçlar. 4 iyulun enerjisi sizin üçün bir növ özünə qayıdış missiyası daşıyır. Son vaxtlar çiyinlərinizə çökən o qəribə süstlük və qərarsızlıq dumanı bugün səhər saatlarından etibarən dağılmağa başlayır. Həyatın ritmini yenidən öz əllərinizə almaq, idarə etmə panelinə keçmək üçün daxili bir təkan hiss edəcəksiniz. Bugün həm də ətrafınızdakı insanlara təsir etmək, liderlik keyfiyyətlərinizi büruzə vermək üçün əla fürsətdir. Lakin unutmayın ki, yüksək enerji bəzən impulsiv addımlara da yol aça bilər. Odur ki, sürətinizi tənzimləməyi və hər şeyə eyni anda qaçmamağı bacarmalısınız. Sevgi həyatınızda bugün duyğusal cəhətdən kifayət qədər dinamik və bir o qədər də ehtiraslı bir atmosfer hakimdir. Əgər həyatınızda kimsə varsa, tərəfdaşınızla münasibətlərdə uzun müddətdir yığılıb qalan, bəlkə də dilə gətirilməyən xırda narazılıqları aydınlaşdırmaq üçün gözəl bir gündür. Lakin bunu edərkən qoçlara xas olan o kəskin və birbaşa tənqid tonundan qaçmalısınız. Unutmayın ki, qarşınızdakı insan sizin qədər qalın zirehə sahib olmaya bilər, onun hisslərinə toxunmadan, empatiya quraraq danışmaq möcüzələr yaradacaq. Bugün partnyorunuza kiçik, lakin mənalı bir sürpriz etmək aranızdakı qığılcımı yenidən alovlandıra bilər. Subay qoçlar üçün isə bugün vizual olaraq diqqət mərkəzində olacaqları bir dövrdür. Girdiyiniz hər hansı bir mühitdə, hətta adi bir kafedə növbə gözləyərkən belə baxışların sizə yönəldiyini hiss edə bilərsiniz. Qarşı cinslə ünsiyyətdə özünüzə inamınız pik həddə olacaq. Əgər ağlınızda və ya qəlbinizdə bir müddətdir yer eləyən, amma yaxınlaşmağa cəsarət etmədiyiniz kimsə varsa, bugün həmin ilk addımı atmaq üçün ideal zamandır. Təbii və səmimi olun, çünki bugün sizin ən böyük silahınız məhz elə bu təbii xarizmanızdır. İş həyatınızda bugün sanki yeni bir səhifə açılır. Son həftələrdə üzərində çalışdığınız, bəlkə də bir yerdə ilişib qalan layihələr və ya tapşırıqlar bugün qəfil bir impulsla həllini tapa bilər. Beyniniz fərqli ideyalarla dolub daşır. İş yoldaşlarınız və ya rəhbərliklə olan görüşlərdə təkliflərinizi cəsarətlə irəli sürün. Çünki bugün təqdimat bacarığınız və insanları inandırmaq qabiliyyətləriniz olduqca yüksəkdir. Əgər öz biznesinizi qurmaq və ya mövcud işinizi böyütmək planlarınız varsa, strateji tərəfdaşlarla görüşmək və ya müqavilələr imzalamaq üçün şərtlər sizin xeyrinizədir. Lakin karyera cəbhəsində diqqət yetirməli olduğunuz ən vacib məqam tələskənlikdir. Bir işi bitirmədən digərinə başlamaq həvəsi sizə baha başa gələ bilər. Detallara qarşı biraz daha diqqətli olmalısınız, çünki böyük rəsmi görərkən xırda, lakin əhəmiyyətli nüansları qaçıra bilərsiniz. İş mühitində baş verə biləcək rəqabət və ya xırda intriqalardan uzaq durun. Kiminsə sizi öz oyununa çəkməsinə icazə verməyin. Enerjinizi başqaları ilə mübarizəyə deyil, öz şəxsi inkişafınıza və hədəflərinizə yönəldin. Maliyyə mövzularında bugün biraz dur və düşün rejimini aktivləşdirməlisiniz. Daxilinizdəki o coşqulu enerji sizi dərhal impulsiv alış-verişə, bəlkə də heç ehtiyacınız olmayan, sadəcə anlıq zövq verən əşyalara pul xərcləməyə sövq edə bilər. Xüsusilə onlayn alış-veriş platformalarından bugün uzaq durmağınız büdcəniz üçün xeyirlidir. Əlinizə keçən pulları xərcləməzdən əvvəl yaxın gələcəkdəki planlarınızı göz önünə gətirin. Bugün həmçinin uzun müddətli investisiyalar haqqında düşünmək, gəlir-çıxar balansınızı yenidən nəzərdən keçirmək üçün uyğundur. Əgər kiməsə borc vermək və ya böyük bir riskli investisiyaya girmək fikriniz varsa, bugün o gün deyil. Hisslərinizlə deyil, tamamilə soyuq məntiqlə və rəqəmlərlə hərəkət etməlisiniz. Ola bilsin ki, keçmişdə etdiyiniz hansısa işin bəhrəsi olaraq gözlənilməz xırda bir pul axını və ya köhnə bir borcun qaytarılması baş versin. Bu sizi sevindirsə də, həmin məbləği dərhal xərcləmək əvəzinə yığım hesabınıza yönləndirmək daha ağlabatan bir addım olar. Sağlamlıq baxımından enerjiniz kifayət qədər yüksək olsa da, bu enerjini harada və necə xərclədiyinizə diqqət etməlisiniz. Yüksək daxili təzyiq və aktivlik baş ağrılarına və ya migren tutmalarına səbəb bilər. Gün ərzində kifayət qədər su içdiyinizdən əmin olun, çünki dehidratasiya bugün sizin ən böyük düşməniniz ola bilər. Həmçinin fiziki aktivlik zamanı travma risklərinə qarşı diqqətli olun və idman edərkən və ya sadəcə yolda qaçarkən ani hərəkətlərdən qaçın, oynaqlarınızı və əzələlərinizi həddindən artıq yükləməyin. Mental sağlamlığınız da bugün ən azı fiziki vəziyyətiniz qədər önəmlidir. Günün sonunda beyninizi sakitləşdirmək, o coşqulu fikirlər axınını bir qədər yavaşlatmaq üçün meditasiya, yüngül templi gəzinti və ya sadəcə sakit bir mühitdə kitab oxumaq sizə çox yaxşı təsir edəcək.
Yuxu rejiminə xüsusi diqqət yetirin. Bu gecə vaxtında yatmaq, növbəti günlərin gərgin ritminə hazır olmaq üçün bədəninizi lazım olan bərpa müddətini tanıyacaq. Digər bürclərin, buğa, əkizlər, xərçəng və əs hər biri üçün də eyni şəkildə. Tək-tək, heç bir şablon və təkrara yol vermədən bu cür ətraflı və dolğun təhlillərlə davam etməyimi istəyirsinizsə, növbəti bürcü və ya bürclər qrupunu qeyd etməyiniz kifayətdir. Buğa. Bugün göy üzü sizin üçün daha çox daxili dinclik, sabitlik və əldə etdiyiniz mövqeləri qorumaq enerjisi bəxş edir, əziz buğalar. 4 iyulun gətirdiyi ab-hava sizə tələsmədən addım-addım hərəkət etməyin nə qədər doğru olduğunu bir daha xatırladacaq. Son günlərdə ətrafınızda yaşanan xaos, səs-küy və qeyri-müəyyənliklər sizi bir qədər yormuş ola bilər. Bugün isə həmin gərginliyi geridə qoyub, öz təhlükəsiz zonanıza çəkilmək və həyatınızı yenidən qaydaya salmaq istəyəcəksiniz. Torpaq elementinin sizə verdiyi o möhkəm iradə və soyuqqanlılıq sayəsində ətrafınızdakı insanların panikaya düşdüyü məsələlərdə siz bəlkə də ən real və məntiqli çıxış yollarını tapan şəxs olacaqsınız. Günün ümumi axarı planlı və proqramlı hərəkət edənlərin xeyrinə işləyir. Sevgi cəbhəsində buğa bürcləri üçün bugün güvən və səmimiyyət ön plana çıxır. Əgər uzun müddətli bir münasibətiniz varsa, partnyorunuzla birlikdə gələcəyə dair planlar qurmaq, bəlkə də ev təmiri, birlikdə yaşamaq və ya münasibətləri daha ciddi bir mərhələyə daşımaq barədə danışmaq üçün ideal zamandır. Bugün qarşı tərəfdən böyük rəsmlər, romantik şeirlər gözləmək əvəzinə onun göstərdiyi real qayğını, sizin üçün etdiyi kiçik fədakarlıqları görməyə çalışın. Çünki əsl sevgi elə bu xırdalıqlarda gizlənib. Aranızda keçmişdən qalan və tam həll olunmamış xırda bir inciklik varsa, bugün həmin mövzunu sakit və aqressiyadan uzaq bir şəkildə açaraq birdəfəlik bağlaya bilərsiniz. Subay olan və ya həyatında yeni bir səhifə açmaq istəyən buğalar üçün bugün tələskənlikdən uzaq durmaq vacibdir. Qarşınıza çıxan və ya sizə maraq göstərən insanların daxili dünyasını kəşf etmək üçün özünüzə və ona zaman tanıyın. İlk baxışdan cəlbedici görünən, lakin daxilən sizə güvən verməyən insanlara qarşı instinktləriniz bugün çox güclü işləyəcək. Hisslərinizə güvənin. Ola bilsin ki, köhnə bir dostunuzla və ya sosial mühitdə çoxdan tanıdığınız biri ilə münasibətiniz qəfil fərqli bir boyuta keçsin. Təbii axışa mane olmayın, buraxın həyat öz ritmi ilə hərəkət etsin, iş həyatınızda məhsuldarlığın pik həddə çatacağı bir gündür. Sizin o məşhur işgüzarlığınız və başladığınız işi mütləq bitirmək inadınız bugün rəhbərliyin və ya iş tərəfdaşlarınızın gözündən qaçmayacaq. Uzun müddətdir yığılıb qalan, çətin və çox vaxt tələb edən rutin sənədləşmə işləri, hesabatlar və ya analizlər üçün bugün ən uyğun zamandır. Çünki diqqətiniz yayınmayacaq və detallar üzərində mükəmməl şəkildə cəmləşə biləcəksiniz. Əgər incəsənət, dizayn, memarlıq və ya maddi istehsalla məşğul olan bir buğa bürcüsünüzsə, bugün ortaya qoyacağınız işlər vizual və keyfiyyət baxımından göz qamaşdıra bilər. Yeni layihələrə başlamaq və ya iş yerini dəyişmək kimi radikal qərarlar üçün isə biraz gözləmək daha yaxşı olar. Bugün mövcud vəziyyəti möhkəmləndirmək və əlinizdəkiləri mükəmməlləşdirmək günüdür. İş yerində kollektivlə münasibətlərdə inadkarlıq etməkdən çəkinin. Sizin haqlı olduğunuz məqamlarda belə fikrinizi qarşı tərəfə diktə edərək deyil, onun da arqumentlərini dinləyərək təqdim etmək nüfuzunuzu daha da artıracaq. Biraz elastik olmaq sizə heç nə itirməz, əksinə işlərin daha sürətli getməsinə kömək edər. Maliyyə məsələləri buğalar üçün hər zaman önəmlidir, lakin bugün pul mövzusunda özünüzü xüsusilə zəmanətdə hiss etmək istəyəcəksiniz. Büdcənizi nəzərdən keçirmək, gəlir və xərclərinizin siyahısını tutmaq üçün çox əlverişli bir gündür. Əgər uzun müddətdir almaq istədiyiniz, lakin bahalı olduğu üçün təxirə saldığınız bir məhsul və ya daşınmaz əmlak varsa, bugün onunla bağlı araşdırma aparmaq, qiymət müqayisəsi etmək sizə düzgün qərar verməkdə kömək edəcək. Riskli və sonu görünməyən investisiya təkliflərinə qarşı bugün 2 qat ehtiyatlı olmalısınız. Kimsə sizə qısa zamanda böyük qazanclar vəd edirsə, bu təklifin arxasındakı boşluqları görmək üçün məntiqinizi işə salın. Bugün maddi cəhətdən kiməsə asılı olmaq hissi sizi narahat edə bilər. Ona görə də öz ayaqlarınız üzərində durmaq üçün hansı əlavə gəlir mənbələrini yarada biləcəyinizi düşünəcəksiniz. Ağıllı və real planlar gələcəkdə sizə gözəl bəhrələr verəcək. Özünüzə və ya evinizə rahatlıq gətirəcək kiçik, keyfiyyətli alış-verişlər edə bilərsiniz, lakin israfa yol verməmək şərti ilə bugün bədəninizin sizə verdiyi siqnallara qulaq asmalısınız, əziz buğalar. Xüsusilə boğaz, boyun və çiyin nahiyələrində gərginlik və ya yüngül ağrılar hiss oluna bilər. Uzun müddət oturaq iş rejimində çalışırsınızsa, mütləq fasilələr verin və yüngül boyun məşqləri edin.
Soyuq içkilərdən və ya kondisionerin birbaşa qarşısında oturmaqdan bugün uzaq durmağınız məsləhətdir. Çünki boğazınız hər zamankından daha həssas ola bilər. Qidalanma rejiminizə də bugün xüsusi diqqət yetirməlisiniz. Həddindən artıq ağır, yağlı və ya şəkərli qidalara yönəlmək mədənizdə diskomfort yarada bilər. Təbii mövsümi tərəvəzlər və bol su bugün sizin enerjinizi stabil saxlayacaq ən yaxşı vasitələrdir. Günün sonunda biraz təbiətlə baş-başa qalmaq, torpağa toxunmaq və ya sadəcə parkda sakit bir gəzinti etmək bütün günün yorğunluğunu və mental yükünü üzərinizdən götürəcək. Əkizlər. Bugün zehniniz sanki işıq sürəti ilə işləyir, əziz əkizlər. 4 iyulun enerjisi sizin o fitri maraq dairənizi, ünsiyyət bacarığınızı və intellektual potensialınızı maksimum dərəcədə stimullaşdırır. Səhər saatlarından etibarən ağlınıza gələn fikirlərin, ideyaların sürətinə özünüz bili çatmaqda çətinlik çəkə bilərsiniz. Telefon zəngləri, mesajlar, e-maillər və ani görüşlər bugün həyatınızın mərkəzində olacaq. Ətrafınızdakı insanlar sanki sizin məsləhətinizə, fikirlərinizə və sadəcə xoş söhbətinizə ehtiyac duyacaqlar. Hava elementinin sizə verdiyi o elastiklik və adaptasiya qabiliyyəti sayəsində bugün planlaşdırılmamış ani hadisələrə belə çox rahat şəkildə uyğunlaşacaq və günü öz xeyrinizə çevirə biləcəksiniz. Yeganə diqqət etməli olduğunuz məqam, eyni anda bir neçə işlə məşğul olub enerjinizi tamamilə dağıtmamaqdır. Fokuslanmağı bacarsanız, bugün sizin üçün çox məhsuldar keçəcək. Sevgi həyatınızda bugün tam mənası ilə sözlərin gücü danışır. Münasibəti olan əkizlər üçün tərəfdaşla dərin, mənalı və gələcəyə yönəlik intellektual söhbətlər etmək üçün əla fürsətdir. Partnyorunuzla sadəcə hisslərdən deyil, həm də oxuduğunuz kitablardan, dünya görüşünüzdən və ya birlikdə həyata keçirmək istədiyiniz səyahət planlarından danışmaq aranızdakı bağları daha da möhkəmləndirəcək. Bugün onunla birlikdə yeni bir yer kəşf etmək, bəlkə də heç getmədiyiniz bir sərgiyə və ya maraqlı bir tədbirə qatılmaq münasibətinizə yeni bir nəfəs gətirəcək. Münasibətdə darıxmağa və monotonluğa dözümü olmayan bir bürc olaraq, bugün həmin monotonluğu qırmaq tamamilə sizin əlinizdədir. Subay əkizlər üçün isə bugün flört enerjisi kifayət qədər yüksəkdir. Sosial şəbəkələrdə və ya real mühitdə edəcəyiniz zarafatlar, ağıllı və hazır cavab çıxışlarınız kiminsə diqqətini tamamilə sizə yönəldə bilər. Sizin üçün fiziki cəlbedicilikdən daha önəmli olan teni vizual zəka və zehni uyğunluqdur ki, bugün məhz bu tezlikdə olan bir insanla yollarınız kəsişə bilər. Yeni tanışlıqlara açıq olun, lakin hər qarşınıza çıxan insana da dərhal bütün daxili dünyanızı açmayın. Gizli və biraz sirli qalmaq bugün sizin cazibənizi 2 qat artıracaq. İş həyatınızda bugün sizin diplomatik və strateji zəkanız ön plana çıxır. Danışıqlar aparmaq, təqdimat etmək, müqavilə şərtlərini müzakirə etmək və ya müştərilərlə ünsiyyət qurmaq üçün göy üzü sizə yaşıl işıq yandırır. Əgər media, marketinq, para, yazı işləri və ya proqramlaşdırma sahəsində çalışırsınızsa, bugün fərqinizi ortaya qoyacaq və rəhbərliyin rəğbətini qazanacaqsınız. Çətin tapşırıqların öhdəsindən alternativ yollar taparaq asanlıqla gələ biləcəksiniz. Kollektiv daxilində yaranan xırda anlaşılmazlıqları və ya münaqişələri öz şirin diliniz və obyektiv yanaşmanızla həll edən tərəf siz olacaqsınız, lakin zehni aktivliyinizin bu qədər yüksək olması iş mühitində bəzən tez darıxmağınıza səbəb ola bilər. Rutin və davamlılıq tələb edən işlər bugün sizə həddindən artıq sıxıcı görünə bilər. Belə anlarda işinizi xırda hissələrə bölün və hər hissəni bitirdikdə özünüzə kiçik fasilələr verin. Biznes sahəsində yeni bir ortaqlıq və ya layihə təklifi alsanız, qərar verməzdən əvvəl bütün bəndləri diqqətlə oxuduğunuzdan əmin olun. Tələsik verilən qərarlar bəzi vacib detalları gözünüzdən qaçıra bilər. Maliyyə cəhətdən bugün pulun gəlişi və gedişi kifayət qədər sürətli ola bilər. Texnoloji alətlər, kitablar, təhsil kursları və ya səyahətlə bağlı xərclər bugün büdcənizdə əsas yer tuta bilər. Şəxsi inkişafınıza və ya işinizə töhfə verəcək şeylərə pul xərcləmək əslində pis fikir deyil, lakin bunu edərkən ümumi balansınızı pozmamağa çalışın. Eyni anda bir neçə fərqli şeyə sərmayə qoymaq və ya eyni anda bir neçə yerdən alış-veriş etmək həvəsi günün sonunda sizi çətin vəziyyətdə qoya bilər. Bugün həmçinin ağıllı investisiya ideyaları barədə araşdırma apara bilərsiniz. Fərqli gəlir mənbələri yaratmaq, bəlkə də freelance işlərdən necə qazanc əldə edə biləcəyiniz barədə dostlarınızla beyin fırtınası etmək sizə yeni qapılar aça bilər. Maddi mövzularda riskli qumarlardan və ya sonunu tam görmədiyiniz kripto, birja kimi spekulyativ sahələrdən bugün uzaq durmağınız, mövcud kapitalınızı qorumağınız məsləhətdir. Bugün sağlamlıq sahəsində ən çox diqqət yetirməli olduğunuz məsələ əsəb sisteminiz və mental yorğunluğunuzdur.
Zehni olarak bu qədər aktiv olmaq və daimi olaraq informasiya axınına məruz qalmaq günün sonunda sizdə yuxusuzluq, diqqət dağınıqlığı və ya daxili bir təşviş hissi yarada bilər. Beyninizi bir müddətlik də olsa səssiz rejimi nə almağı öyrənməlisiniz. Sosial şəbəkələrdən və rəqəmsal ekranlardan uzaq qalaraq keçirəcəyiniz bir neçə saat sizə inanılmaz dərəcədə yaxşı təsir edəcək. Fiziki cəhətdən isə ciyərləriniz və tənəffüs yollarınız bugün biraz həssas ola bilər. Qapalı və havasız mühitlərdə uzun müddət qalmamağa, təmiz havada gəzintilərə üstünlük verməyə çalışın. Həmçinin danışarkən və ya tələsik yemək yeyərkən həzm sisteminizi yükləməmək üçün qidaları yaxşı çeynəməyə və sakit mühitdə qidalanmağa diqqət edin. Axşam saatlarında bitki çayları, məsələn, çoban yastığı və ya melissa içmək bədəninizi və zehninizi rahatladaraq keyfiyyətli yuxu almağınıza kömək edəcək. Xərçəng. Bugün emosional dünyanızda dərin bir sakitlik, eyni zamanda ətrafınızdakı insanlara qarşı yüksək həssaslıq hiss edəcəksiniz, əziz xərçəngləri. 4 iyulun enerjisi sizi öz daxili qabığınıza çəkilməyə və hisslərinizi saf çürük etməyə sövq edə bilər. Lakin bu, qətiyyən depressiv bir hal deyil, əksinə özünüzü toplamaq, ruhunuzu qidalandırmaq və kimin sizin həyatınızda həqiqətən dəyərli olduğunu anlamaq üçün bir növ daxili təmizlik dövrüdür. Su elementinin sizə verdiyi o güclü intuisiyalar bugün ən yüksək həddə olacaq. Qarşınızdakı insanın dilə gətirmədiyi fikirləri onun gözlərindən və ya səs tonundan dərhal oxuya biləcəksiniz. Bugün eviniz, ailəniz və doğmalarınızla keçirəcəyiniz zaman sizə ən böyük motivasiya qaynağı olacaq. Ətrafdakı səs-küydən uzaq durub, öz komfort zonanızın dadını çıxarmaq üçün mükəmməl bir gündür. Sevgi həyatınızda bugün tam mənası ilə qayğı, şəfqət və emosional təhlükəsizlik axtarışındasınız. Münasibəti olan xərçəng bürcləri üçün partnyoru ilə ev mühitində sakit və romantik bir atmosferdə vaxt keçirmək çox düşərli olacaq. Birlikdə dadlı bir şam yeməyi hazırlamaq və ya sadəcə keçmiş gözəl günləri yad edərək albomlara baxmaq aranızdakı emosional bağı görünməz iplərlə daha da möhkəmləndirəcək. Bugün qarşı tərəfə onun sizin üçün nə qədər dəyərli olduğunu hiss etdirin, çünki sizin verəcəyiniz səmimi bir qucaqlaşma onun çiyinlərindəki bütün yükü apara bilər. Lakin diqqətli olun, həddindən artıq alınqanlıq və hər sözün altında gizli bir mən axtarmaq meyliniz bugün biraz qabararsa, aranızda yersiz gərginlik yarana bilər. Hisslərinizi açıq və şikayət etmədən ifadə etməyə çalışın. Subay xərçənglər üçün bugün keçmiş münasibətlərin kölgəsi yenidən gündəmə gələ bilər. Köhnə bir sevgilidən gələn mesaj və ya onu xatırladacaq bir hadisə hisslərinizi bir anlıq qarışdıra bilər. Lakin yadda saxlayın ki, keçmişdə qalıb və göy üzü sizə irəliyə baxmağı məsləhət görür. Bugün yeni tanışlıqlar baxımından biraz çəkingən ola bilərsiniz və hər kəsə dərhal güvənmək istəməyəcəksiniz. Bu tamamilə normaldır. İntuisiyalarınıza güvənin, əgər ürəyiniz bir insana qarşı hər deyirsə, ona özünüzü tanımaq üçün kiçik də olsa bir şans verə bilərsiniz. İş həyatınızda bugün böyük risklər almaq və ya diqqət mərkəzində olmaq əvəzinə, arxa planda qalıb öz tapşırıqlarınızı sakitcə icra etməyə üstünlük verəcəksiniz. Yaradıcılıq və təxəyyül tələb edən sahələrdə çalışan xərçənglər üçün olduqca məhsuldar bir gündür. Daxili dünyanızdakı zənginliyi layihələrinizə, yazılarınıza və ya dizaynlarınıza mükəmməl şəkildə köçürə bilərsiniz. İş yerində kollektiv daxilində baş verən gərginliklərdən və tərəf saxlamaq məcburiyyətində qaldığınız vəziyyətlərdən uzaq durmağa çalışın. Sizin bir tərəf və sakit mövqeyiniz sonradan hər kəsin sizə hörmət etməsinə səbəb olacaq. Əgər komanda rəhbərisinizsə və ya idarəçi mövqedəsinizsə, işçilərinizə qarşı göstərəcəyiniz empatiya və anlayış işin keyfiyyətini 2 qat artıracaq. İnsanlar bugün sizdən sadəcə bir müdir kimi deyil, həm də daxili problemlərini dinləyən bir sirdaş kimi dəstək gözləyə bilərlər. Biznes sahəsində isə böyük investisiyalar və ya yeni tərəfdaşlıqlar qurmaq üçün bugün biraz tələsməmək, şərtləri yaxşıca analiz etmək lazımdır. Hisslərinizlə deyil, faktlarla hərəkət etdiyinizdən əmin olun. Maliyyə mövzularında bugün xərçəng bürcləri üçün əsas məqsəd özünü təhlükəsizlikdə hiss etmək olacaq. Gələcəyə dair maddi narahatlıqlarınız bugün biraz arta bilər, bu da sizi pul xərcləməkdə həddindən artıq xəsis və ya ehtiyatlı olmağa vadar edə bilər. Əslində büdcəni qorumaq yaxşıdır, lakin bu qorxunu bir obsesiyaya çevirməyin. Eviniz, ailəniz və ya yaşam alanınızın rahatlığı üçün ediləcək xırda və faydalı xərclər sizə ziyandan çox rahatlıq gətirəcək. Bugün borc götürmək və ya kiməsə böyük məbləğdə borc vermək üçün əlverişli bir gün deyil. Çünki verilən pulların geri qayıtması gözlədiyinizdən daha uzun çəkə bilər və bu da gələcəkdə həmin insanla aranızdakı münasibətin korlanmasına yol açar.
Şəxsi büdcənizi artırmaq üçün fərqli və zəmanətli yollar axtara bilərsiniz. Məsələn, daşınmaz əmlak və ya uzun müddətli yığım fondları haqqında məlumat toplamaq sizə gələcəkdə böyük üstünlüklər qazandıracaq. Sağlamlıq sahəsində bugün sizin ən həssas nöqtəniz həzm sisteminiz və mədənizdir. Emosional olaraq gərgin və ya qayğılı olduğunuz zaman bu dərhal mədənizə vura bilər. Buna görə də bugün stresli mühitlərdən uzaq durmalı və qidalanmanıza maksimum diqqət yetirməlisiniz. Həddindən artıq acı, ədviyyatlı və ya fast food tipli qidalar mədənizdə diskomfort yarada bilər. Evdə bişmiş, yüngül və sulu yeməklərə üstünlük vermək bugün bədəninizə ən böyük yaxşılıq olacaq. Mental olaraq ruhunuzu dincəltmək üçün suyun enerjisindən istifadə edin. Günün sonunda ilıq bir duş almaq, dəniz kənarında gəzintiyə çıxmaq və ya sadəcə su səsi dinləmək üzərinizdəki bütün negativ emosiyaları yuyub aparacaq. Yuxudan əvvəl sizi daxilən narahat edən fikirləri bir vərəqə yazaraq beyninizi boşaltmağa çalışın. Keyfiyyətli bir yuxu sabahı daha gümrah və enerjili açmağınıza kömək edəcək. Şir. Bugün səhnə tamamilə sizindir, əziz şirlər. 4 iyulun göy üzü enerjisi daxili işığınızı, xarizmanızı və özünüzə olan sarsılmaz inamınızı maksimum dərəcədə parladır. Son günlərdə üzərinizdə hiss etdiyiniz o boz və sönük buludlar tamamilə dağılır. Girdiyiniz hər mühitdə baxışları üzərinizə çəkmək, sözünüzü keçirmək və auranızla insanları heyran qoymaq bugün sizin üçün çox asan olacaq. Od elementinin sizə verdiyi o coşqulu yaradıcılıq və yaşamaq sevinci ətrafınızdakı insanlara da yoluxacaq və bir növ motivasiya mənbəyinə çevriləcəksiniz. Bugün həm də özünüzü kəşf etmək, şəxsi imicinizi yeniləmək və cəsarət tələb edən addımlar atmaq üçün mükəmməl bir zamandır. Lakin bu yüksək enerjinin sizi egoist və ya dominant bir mövqeyə çəkməsinə icazə verməyin. Alicənablığınız və səxavətiniz bugün sizin ən böyük gücünüzdür. Sevgi həyatınızda bugün ehtiras, coşqu və dramatik, yaxşı mənada anlar ön plana çıxır. Əgər bir münasibətiniz varsa, partnyorunuzun diqqətini tamamilə öz üzərinizdə hiss etmək istəyəcəksiniz. Göy üzü bu istəyinizi reallaşdırmaq üçün sizə gözəl fürsətlər verir. Birlikdə şik bir məkanda şam yeməyinə çıxmaq, geyinib keçinmək və münasibətinizin ilk günlərindəki o həyəcanı yenidən yaşamaq üçün əla gündür. Tərəfdaşınıza qarşı olduqca isti və qoruyucu davranacaqsınız, lakin onun da öz şəxsi məkanına və fikirlərinə ehtiyacı olduğunu unutmamalısınız. Həddindən artıq qısqanclıq və ya hər şeyin mərkəzində olmaq istəyi aranızda xırda qığılcımlar yarada bilər. Ona da parlamaq üçün şərait yaradın. Subay şirlər üçün bugün əsl ov mövsümüdür. Cazibənizin və flört bacarığınızın pik həddə olduğu bir gündə diqqətdən kənarda qalmağınız qeyri-mümkündür. Yeni tanışlıqlar, maraqlı baxışmalar və bəlkə də heç gözləmədiyiniz bir insandan gələcək cəsarətli bir etiraf gününüzü rəngləndirə bilər. Əgər bir müddətdir bəyəndiyiniz, amma sizinlə maraqlanmadığını düşündüyünüz biri varsa, bugün onunla təmas qurmaq və ya sosial şəbəkədə diqqətini çəkəcək bir addım atmaq üçün ideal zamandır. Özünüzə güvənin, çünki bugün ulduzlar sizin tərəfinizdədir. İş həyatınızda liderlik keyfiyyətlərinizi nümayiş etdirmək və layihələrin sükan arxasına keçmək üçün möhtəşəm bir gündür. Rəhbərliyin və ya iş tərəfdaşlarınızın qarşısında çıxış etmək, yeni ideyaları müdafiə etmək və ya böyük bir təqdimat reallaşdırmaq planınız varsa, heç düşünmədən irəli çıxın. Sözlərinizin çəkisi, bədən diliniz və məsələlərə gətirdiyiniz yaradıcı həll yolları hər kəsi heyran qoyacaq. Sahəniz nə olursa olsun, bugün özünüzü bir addım öndə hiss edəcəksiniz. Xüsusilə incəsənət, media, təşkilatçılıq və ya idarə etmə sektorunda çalışan şirlər bugün böyük uğurlara imza ata bilərlər, lakin iş mühitində tənqidə qarşı dözümlülüyünüz bugün biraz aşağı ola bilər. Kiminsə sizin işinizdə xırda bir səhv tapması və ya fərqli bir fikir irəli sürməsi daxili qürurunuza toxunmamalıdır. Unutmayın ki, konstruktiv tənqidlər sizi daha da mükəmməl edir. İş yoldaşlarınızla münasibətdə mən bilirəm havasından uzaq durub, komanda ruhuna uyğun hərəkət etsəniz, əldə edəcəyiniz uğur daha qalıcı və hörmətə layiq olacaq. Biznesinizdə yeni və böyük bir addım atmaq istəyirsinizsə, cəsarətli olun, lakin hüquqi detalları da nəzərdən qaçırmayın. Maliyyə cəhətdən bugün lükssə, keyfiyyətli əşyalara və öz zövqlərinizə xərcləmə meyliniz olduqca yüksəkdir. Şir bürcü olaraq hər şeyin ən yaxşısına layiq olduğunuzu düşünürsünüz və bugün pul kisənizin ağzını biraz çox aça bilərsiniz. Bahalı geyimlər, baxım prosedurları və ya yaxınlarınıza edəcəyiniz dəbdəbəli hədiyyələr büdcənizdə ciddi bir boşluq yarada bilər. Əlbəttə ki, özünüzü və doğmalarınızı sevindirmək gözəldir, lakin sabahı da düşünərək hərəkət etməkdə fayda var. Kredit kartlarından istifadə edərkən limitləri aşmamağa çalışın. Digər tərəfdən, yaradıcı ideyalarınız sayəsində yeni gəlir qapıları aça biləcək təkliflər də gündəmə gələ bilər.
Şəxsi bacarıqlarınızı və ya hobbilərinizi qazanclı bir işə çevirmək barədə ciddi addımlar ata bilərsiniz. İnvestisiya mövzularında isə öz instinktlərinizə güvənməklə yanaşı, mütəxəssis rəyinə də qulaq asmağınız sizi gələcək maddi risklərdən qoruyacaq. Qısa müddətli qumarlardan və riskli birja oyunlarından uzaq durun. Bugün fiziki enerjiniz çox yüksəkdir, lakin bu enerjini doğru idarə etməsəniz, günün sonunda bədəniniz siqnal verə bilər. Şirlərin ən həssas nöqtəsi olan ürək və qan dövranı sisteminə bugün diqqət yetirilməlidir. Həddindən artıq gərginlik, temperaturun yüksək olması və ya gün altında çox qalmaq sizdə halsızlıq və ya təzyiq dəyişkənliyi yarada bilər. Bol-bol su için və bədəninizi həddindən artıq yükləyəcək ağır idman məşqlərindən qaçın. Yüngül templi kardio məşqləri və ya gəzintilər bugün tam sizə görədir. Mental sağlamlığınız üçün isə egonuzu dincəltmək, hər şeyin idarəsini əlinizdə saxlamaq məcburiyyətində olmadığınızı qəbul etmək sizə çox yaxşı təsir edəcək. Axşam saatlarında spikerləri və telefonları söndürüb, özünüzlə baş-başa qalacağınız, bəlkə də isti bir vanna qəbul edib rahatlayacağınız zaman dilimləri yaradın. Ruhunuzu bəsləyən musiqilər dinləmək daxili balansınızı bərpa edəcək və növbəti günə eyni möhtəşəmliklə başlamağınıza kömək edəcək. Qız. Bugün həyatınızdakı nizamsızlığı qaydaya salmaq, detalları mükəmməlləşdirmək və zehni bir detoks etmək üçün əla fürsətlər təqdim edir, əziz qızlar. 4 iyulun enerjisi sizin o analitik zəkanızı, diqqətçiliyinizi və faydalı olmaq istəyinizi maksimum dərəcədə stimullaşdırır. Son günlərdə ətrafınızda baş verən dağınıqlıq və plansızlıq sizi daxilən narahat etmiş ola bilər, lakin bugün hər şeyi öz rəfinə düzmək üçün lazımi daxili gücü tapacaqsınız. Torpaq elementinin sizə verdiyi o praktik və məntiqi yanaşma sayəsində başqalarının xaos kimi gördüyü vəziyyətlərdə siz qısa zamanda ən optimal çıxış yollarını tapacaqsınız. Günün ümumi ab-havası məhsuldarlıq və şəxsi effektivliyi artırmaq istəyənlərin lehinə işləyir. Yeganə diqqət etməli olduğunuz məqam, həm özünüzə, həm də ətrafınızdakilara qarşı həddindən artıq tənqidi və mükəmməliyyətçi olub günü zəhər etməməkdir. Sevgi həyatınızda bugün real dəstək, qarşılıqlı hörmət və dürüstlük ön plandadır. Əgər davam edən bir münasibətiniz varsa, partnyorunuzla birlikdə gündəlik rutinləri bölüşmək, bəlkə də gələcəyə dair praktiki planlar, ev düzəni, ortaq büdcə idarəsi və qurmaq üçün uyğun zamandır. Siz sevgini böyük və gürültülü cümlələrlə deyil, qarşı tərəfə etdiyiniz xırda fədakarlıqlarla, onun həyatını asanlaşdırmaqla göstərən bir bürcsünüz. Bugün partnyorunuzun da bu gizli qayğını hiss etməsi aranızda səssiz, lakin çox möhkəm bir bağ yaradacaq. Lakin diqqətli olun, onun xırda səhvlərini və ya dağınıqlığını daimi olaraq dilə gətirmək bugün aranızda soyuqluq yarada bilər. Bəzən hər şeyi mükəmməl görmək istəyindən əl çəkib, anın dadını çıxarmaq lazımdır. Subay qız bürcləri üçün bugün duyğulardan daha çox məntiqin danışdığı bir gündür. Qarşınıza çıxan və ya sizə maraq göstərən insanları çox ciddi bir süzgəcdən keçirə bilərsiniz. Həmin şəxsin həyata baxışı, məsuliyyət hissi və tərbiyəsi sizin üçün vizual cəlbedicilikdən qat-qat öndə olacaq. Bugün sosial şəbəkələrdə deyil, daha çox iş, təhsil və ya şəxsi inkişaf kursları kimi intellektual mühitlərdə diqqətinizi çəkəcək biri ilə tanış ola bilərsiniz. Yeni bir əlaqəyə başlamazdan əvvəl tələsməyin, qoyun zaman qarşı tərəfin real simasını sizə göstərsin, iş həyatınızda tam mənası ilə bir ulduz kimi parlayacağınız, məhsuldarlığın pik nöqtəsinə çatacağı bir gündür. Detallara olan o inanılmaz diqqətiniz sayəsində heç kimin fərq etmədiyi xətaları tapıb düzəldə bilərsiniz. Analizlər aparmaq, hesabatlar hazırlamaq, arxiv işləri və ya strateji planlaşdırmaq üçün göy üzü sizə tam dəstək verir. Müdirlərinizin və ya iş tərəfdaşlarınızın gözündə güvənilir, məsuliyyətli və əvəzolunmaz bir kadr olduğunuzu bugün bir daha sübut edəcəksiniz. Əgər tibb, proqramlaşdırma, mühasibatlıq və ya xidmət sektorunda çalışırsınızsa, bugün gərgin əməyinizin bəhrəsini görə bilərsiniz. Kollektiv daxilində iş yoldaşlarınızın kömək istəklərinə qarşı hər zamanki kimi xeyirxah davranacaqsınız. Lakin öz çiyinlərinizə də daşıya biləcəyinizdən artıq yük götürməyin. Yox deməyi bacarmaq bugün sizin iş keyfiyyətinizi qoruyacaq. Yeni bir iş təklifi və ya layihə gündəmə gələrsə, bütün riskləri və qazancları bir vərəqə yazıb analiz edin. Təcrübəniz və soyuqqanlılığınız sizə ən doğru qərarı verdirəcək. Maliyyə məsələlərində bugün sizin üçün tam bir hesab-kitab günüdür. Büdcənizi detallı şəkildə nəzərdən keçirmək, lazımsız xərcləri ixtisar etmək və gələcək yığımlarınız üçün plan hazırlamaq sizə daxili bir rahatlıq bəxş edəcək. Pulunuzu haraya və necə xərclədiyinizi dəqiq bilmək istəyəcəksiniz. Bugün impulsiv alış-verişdən tamamilə uzaq olacaqsınız ki, bu da büdcənizin xeyrinədir.
Yalnız həqiqətən ehtiyacınız olan uzun ömürlü və keyfiyyətli əşyalara və ya şəxsi inkişafınıza, kitab, kurs, sərmayə qoymağa meyilli olacaqsınız. Əgər investisiya etmək planınız varsa, riskli və spekulyativ sahələr, kripto, qumar oyunları və əvəzinə daha zəmanətli, dövlət istiqrazları və ya bank əmanətləri kimi uzun müddətli və təhlükəsiz variantlara yönəlməyiniz məsləhətdir. Kiməsə borc vermək mövzusunda bugün biraz məsafəli durmağınız yaxşı olar, çünki bu gələcəkdə həm maddi, həm də mənəvi cəhətdən sizi yora bilər. Sağlamlıq sahəsində bugün bədəninizin səsinə qulaq asmaq çox vacibdir. Qız bürclərinin ən həssas nöqtəsi olan sinir və həzm sistemi bugün biraz stressə məruz qala bilər. Gün ərzində beyninizdəki daimi analiz və narahatlıq rejimi mədənizdə diskomfort və ya spazmlara yol aça bilər. Buna görə də qidalanmağınıza xüsusi diqqət yetirin. Lifli qidalar, təzə tərəvəzlər və bol su bugün sizin ən yaxşı dostunuz olmalıdır. Kafein qəbulunu, qəhvə, tünd çay biraz azaltmaq əsəblərinizi sakitləşdirməyə kömək edər. Mental rifahınız üçün isə zehninizi daimi olaraq işlətməkdən biraz yorulduğunuzu qəbul edin. Axşam saatlarında rəqəmsal detoks edin, telefon və televizordan uzaq durun. Sakitləşdirici musiqi sədaları altında yüngül bir bədən dartınması, yoga, stretching etmək və ya bitki çayı içmək sizə mükəmməl gələcək. Yuxu rejiminizə riayət edin, çünki keyfiyyətli yuxu sizin hüceyrələrinizin və zehninizin yenilənməsi üçün ən fundamental şərtdir. Tərəzi. Bugün həyatınızda harmoniya, gözəllik və balans axtarışının ön plana çıxacağı, daxili dincliyinizi bərpa edəcəyiniz xüsusi bir gündür, əziz tərəzilər. 4 iyulun enerjisi sizin o fitri estetika duyğunuzu, ədalət hissinizi və insanlarla ortaq məxrəcə gəlmək bacarığınızı maksimum dərəcədə stimullaşdırır. Son günlərdə ətrafınızda yaşanan kobudluqlar, aqressiv çıxışlar və ya nizamsızlıqlar zərif ruhunuzu bir qədər yormuş ola bilər. Bugün isə həm münasibətlərinizdə, həm də yaşadığınız mühitdə o itirilmiş tarazlığı yenidən qurmaq üçün lazımi motivasiyanı tapacaqsınız. Hava elementinin sizə bəxş etdiyi o diplomatik zəka sayəsində küsürləri barışdırmaq, gərgin mühitləri yumşaltmaq bugün sizin üçün çox asan olacaq. Günün ümumi ab-havası incəsənət, sosiallaşma və daxili hüzur axtaranların lehinə işləyir. Yeganə diqqət etməli olduğunuz məqam, başqalarını məmnun etmək naminə öz istək və ehtiyaclarınızı arxa plana atmamaq, yox deməyi bacarmaqdır. Sevgi cəbhəsində tərəzi bürcləri üçün bugün tam mənası ilə romantika, qarşılıqlı anlaşma və estetik zövqlərin paylaşıldığı bir atmosfer hakimdir. Münasibəti olan tərəzilər üçün partnyoru ilə birlikdə şik, sakit və gözəl musiqisi olan bir məkanda vaxt keçirmək, uzun müddətdir unudulan o incə flört enerjisini yenidən canlandıracaq. Bugün tərəfdaşınızla münasibətlərdə hər hansı bir qərar vermək lazım gələrsə, tam bir komanda kimi hərəkət edəcək və hər iki tərəfi xoşbəxt edəcək ortaq nöqtəni tapacaqsınız. Aranızda keçmişdən qalan və həll olunmamış xırda bir gərginlik varsa, bugün həmin mövzunu zərifliklə, qarşı tərəfi ittiham etmədən açaraq tamamilə müsbət tərəfə yönəldə bilərsiniz. Subay tərəzilər üçün isə bugün ətrafa yaydıqları cazibə və zəriflik heyran edici olacaq. Girdiyiniz hər hansı bir sosial mühitdə, dost məclisində və ya mədəniyyət tədbirində diqqət mərkəzində olacaqsınız. İnsanlar sizin sadəcə xarici görünüşünüzə deyil, həm də danışıq tərzinizə və auranıza cəlb olunacaqlar. Bugün tamamilə yeni, bəlkə də həyata baxışı sizinlə eyni olan intellektual biri ilə tanışlıq baş verə bilər. Qərar verməkdə hər zamanki kimi tərəddüd etmək yerinə hisslərinizin və qarşı tərəfin səmimiyyətinin axarına buraxın özünüzü. İş həyatınızda bugün sizin diplomatik bacarıqlarınız və komanda işinə olan uyğunluğunuz ən böyük silahınız olacaq. Ortaq layihələr, tərəfdaşlıq müzakirələri və ya müştərilərlə aparılan danışıqlarda şərtləri öz xeyrinizə çevirmək üçün mükəmməl bir gündür. Fərqli fikirdə olan insanları bir araya gətirmək və hamının qəbul edəcəyi bir layihə ortaya qoymaq qabiliyyətiniz rəhbərliyin diqqətindən qaçmayacaq. Əgər hüquq, xalqla əlaqələr, para, dizayn, moda və ya məsləhətçilik sahəsində çalışırsınızsa, bugün peşəkar cəhətdən çox məhsuldar və uğurlu addımlar ata bilərsiniz. Lakin iş mühitində qarşılaşa biləcəyiniz qərarsızlıq anları bugün sizin ən böyük maneəniz ola bilər. İki fərqli seçim arasında qaldığınız zaman saatlarla düşünmək əvəzinə təcrübənizə və ilkin məntiqinizə güvənin. Həmçinin iş yerində baş verə biləcək gizli rəqabətlərdən və ya dedikodulardan uzaq durun. Bitərəf və obyektiv mövqeyinizi qorumaq nüfuzunuzun zədələnməsinin qarşısını alacaq. Biznesinizdə vizual dəyişikliklər etmək və ya brendinizin imicini yeniləmək istəyirsinizsə, bugün atılacaq ilk addımlar gələcəkdə uğur gətirəcək. Maliyyə məsələlərində bugün estetikaya, gözəlliyə və öz daxili komfortunuza xərcləmə meyliniz biraz yüksək ola bilər.
Eviniz üçün şik bir dekorasiya əşyası, şəxsi baxım məhsulları, brend geyimlər və ya yaradıcı bir hobbi üçün nəzərdə tutulmayan xərclər büdcənizdə qəfil bir dalğalanma yarada bilər. Əlbəttə ki, həyatın gözəlliklərindən zövq almaq sizin təbiətinizdə var, lakin bunu edərkən real gəlir-çıxar balansınızı da unutmamağınız vacibdir. Alış-verişə çıxmazdan əvvəl özünüzə qəti bir limit qoymaq bugün sizi gələcək maddi sıxıntılardan qoruyacaq. İnvestisiya mövzularında isə bugün tərəfdaşlıqla edilən işlərdən və ya ortaq qoyulan sərmayələrdən yaxşı qazanclar əldə etmək ehtimalınız var. Əgər maliyyə sahəsində mühüm bir müqavilə imzalayacaqsınızsa, şərtlərin tam ədalətli paylandığından əmin olun. Riskli və sonu görünməyən sürətli qazanc yolları əvəzinə dəyərini itirməyən və sizə uzun müddətli güvən verən sahələrə yönəlmək daha ağlabatan olacaq. Sağlamlıq sahəsində bugün bədəninizin maye balansına və böbrəklərinizə xüsusi diqqət yetirməlisiniz, əziz tərəzilər. Gün ərzində bol su içdiyinizdən və bədəninizi toksinlərdən təmizlədiyinizdən əmin olun. Həddindən artıq duzlu, hazır və emal olunmuş qidalar bədəninizdə ödem yarada bilər, ona görə də təbii və təzə qidalanmaya üstünlük verməyiniz məsləhətdir. Həmçinin bel və onurğa nahiyənizi qoruyun, ağır əşyalar qaldırmaqdan və ya uzun müddət eyni pozisiyada oturmaqdan qaçın. Mental rifahınız üçün bugün ən böyük ehtiyacınız səssizlik və gözəllikdir. Günün sonunda ruhunuzu dincəltmək üçün klassik və ya instrumental musiqi dinləmək, otağınızın işıqlarını azaldıb şam yandırmaq və ya sadəcə estetik cəhətdən sizə zövq verən bir filmi izləmək bütün günün gərginliyini üzərinizdən götürəcək. Zehni balansınızı qorumaq üçün negativ və daimi şikayət edən insanlarla ünsiyyəti bugün minimuma endirin. Əqrəb. Bugün həyatın görünməyən tərəflərini hiss etmək, gizli qalan mətləbləri üzə çıxarmaq və daxili bir transformasiya yaşamaq üçün inanılmaz güclü enerjilərə sahibsiniz, əziz əqrəblər. 4 iyulun göy üzü ab-havası sizin o fitri intuisiyanızı, analitik müşahidə qabiliyyətinizi və sarsılmaz iradənizi maksimum dərəcədə aktivləşdirir. Son vaxtlar ətrafınızda baş verən bəzi qeyri-müəyyənliklər və ya sizdən gizlədildiyini düşündüyünüz məsələlər bugün tam mənası ilə aydınlığa qovuşacaq. Su elementinin sizə verdiyi o dərin emosional zəka sayəsində insanların maskalarının arxasındakı real niyyətləri bir baxışla oxuya biləcəksiniz. Bugün həm də köhnə, sizə artıq heç bir faydası olmayan vərdişlərdən, fikirlərdən və ya insanlardan tamamilə xilas olmaq, ruhən yenilənmək üçün mükəmməl bir zamandır. Yeganə diqqət etməli olduğunuz məqam, hər şeyin altında gizli bir düşmənçilik və ya qəsd axtarıb özünüzü daimi şübhə və qısqanclıq hissi ilə yormamaqdır. Sevgi həyatınızda bugün ya tam, ya heç prinsipinin hakim olduğu, olduqca ehtiraslı və dərin emosional anlar gözlənilir. Münasibəti olan əqrəb bürcləri üçün partnyoru ilə sadəcə səthi söhbətlər etmək kifayət etməyəcək. Siz bugün qarşı tərəfin ruhunun ən dərin qatlarına toxunmaq, aranızdakı emosional güvəni tam olaraq hiss etmək istəyəcəksiniz. Bugün partnyorunuzla gələcəyə dair ən gizli qorxularınızı, arzularınızı bölüşmək aranızdakı bağı sarsılmaz edə bilər. Lakin diqqətli olun, sahiblənmə duyğunuzun və ya qarşı tərəfi tamamilə idarə etmək istəyinizin bugün biraz çox qabarması münasibətdə boğucu bir atmosfer yarada bilər. Partnyorunuza nəfəs almaq üçün şəxsi məkan tanıyın və unutmayın ki, güvən qarşı tərəfi zəncirləməklə deyil, onun azadkən belə sizə sadiq qalması ilə ölçülür. Subay əqrəblər üçün isə bugün maqnit kimi çəkidici bir aura mövcuddur. İnsanlar sizin o sirli, biraz məsafəli və güclü duruşunuza cəlb olunacaqlar. Əgər sosial bir mühitdəsinizsə, baxışlarınızla kimisə tamamilə təsir altına almağınız çox asan olacaq. Bugün həyatınıza daxil olacaq yeni bir insanla anidən dərin və sanki onu çoxdandır tanıyırmışsınız kimi bir bağlılıq hiss edə bilərsiniz. Tələsik qərarlar verib dərhal münasibətə atılmaq əvəzinə qarşı tərəfin bu intensiv duyğulara hazır olub olmadığını müşahidə edin. Hisslərinizin gücünə güvənin, o sizi heç vaxt yanıltmır. İş həyatınızda bugün tam bir böhran meneceri kimi çıxış edəcəksiniz. Hər kəsin çətinlik çəkdiyi, çıxılmaz vəziyyət kimi gördüyü və ya idarə etməkdən qorxduğu mürəkkəb layihələri, problemləri böyük bir soyuqqanlıqla ələ alıb həll edən tərəf siz olacaqsınız. Strateji planlaşdırma, rəqiblərin analizi, maliyyə auditi və ya araşdırma tələb edən sahələrdə çalışan əqrəblər üçün bugün karyeralarında mühüm bir sıçrayış nöqtəsi ola bilər. Gizli qalan məlumatları tapmaq və işin əsl mahiyyətini üzə çıxarmaq bacarığınız rəhbərliyin sizə olan etibarını qat-qat artıracaq. Kollektiv daxilində isə intriqalardan və gizli qruplaşmalardan uzaq durmağınız şərtdir. Kiminsə haqqında arxadan danışılan dedikodulara şərik olmayın, çünki sizin enerjiniz bu cür xırda məsələlər üçün çox qiymətlidir. Öz gücünüzü və planlarınızı hələ ki tam olaraq hamıya bəyan etməyin, işlərinizi səssizcə tamamlayıb nəticəni ortaya qoymaq rəqiblərinizə ən böyük zərbə olacaq.
biznesinizdə ortaq layihələr və ya investisiya imkanları yaranarsa, qarşı tərəfin gizli şərtlərinin olub-olmadığını hüquqi cəhətdən çox ciddi yoxlatdırın. Maliyyə mövzularında bugün ortaq qazanclar, miras, sığorta ödənişləri, bank kreditləri və ya partnyorunuzun gəlirləri ilə bağlı məsələlər ön plana çıxa bilər. Şəxsi büdcənizi idarə edərkən çox strateji və uzaq görən davranacaqsınız. Pulu sadəcə xərcləmək üçün deyil, bir güc və zəmanət vasitəsi kimi gördüyünüz üçün bugün gəlirlərinizi artırmağın alternativ və daha gizli yollarını araşdıra bilərsiniz. Keçmişdə etdiyiniz hansısa uğurlu bir sərmayənin gözlənilməz gəliri bugün əlinizə keçə bilər, lakin riskli maliyyə əməliyyatlarından, heç bir təminatı olmayan kripto və ya birja oyunlarından bugün uzaq durmağınız məsləhətdir. Maddi cəhətdən kiməsə borc vermək və ya böyük bir öhdəliyin altına girmək üçün əlverişli gün deyil, çünki bugün verilən borcların geri qaytarılması gələcəkdə ciddi krizislərə yol aça bilər. Büdcənizi möhkəmləndirmək üçün tamamilə real və rəsmi mənbələrə əsaslanaraq hərəkət edin. Sağlamlıq sahəsində bugün daxili gərginliyinizi və emosional yüklərinizi bədəninizdən çıxarmaq üçün fiziki aktivliyə ehtiyacınız var, əziz əqrəblər. Uşaq mühitlərdən, soyuq dəymələrdən qorunun, çünki bugün immun sisteminiz emosional vəziyyətinizlə birbaşa əlaqəlidir. Stresli anlarda bədəninizdə, xüsusilə çanaq və reproduktiv sistem nahiyələrində spazmlar və ya ağrılar baş qaldıra bilər. Gün ərzində toksinlərdən təmizlənmək üçün bol su için və ağır, bədəni yoran qidalardan qaçın, mental rifahınız üçün isə bugün daxili detoks etmək çox vacibdir. İçinizdə yığılıb qalan hirsi, incikliyi və ya keçmiş qəzəbləri sərbəst buraxmağı öyrənməlisiniz. Axşam saatlarında tək qalmaq, bəlkə də qaranlıq və sakit bir otaqda meditasiya etmək, gündəlik yazaraq içinizi boşaltmaq sizə inanılmaz dərəcədə yüngüllük gətirəcək. Ruhunuzu və bədəninizi tamamilə sıfırlamaq üçün keyfiyyətli bir yuxuya zaman ayırın, çünki sizin ən böyük bərpa gücünüz məhz yuxuda gizlənib. Oxatan. Bugün üfüqləriniz tamamilə genişlənir, daxilinizdəki o macərapərəst və optimist ruh yenidən canlanır, əziz oxatanlar. 4 iyulun enerjisi sizin üçün yeni qapıların açılması, həyata daha böyük pəncərədən baxmaq və daxili azadlığınızı elan etmək mənası daşıyır. Son vaxtlar rutin işlərin, məişət problemlərinin içində sıxılıb qaldığınızı, monotonluğun sizi boğduğunu hiss edirdinizsə, bugün həmin zəncirləri qırmaq üçün mükəmməl bir gün olacaq. Alov elementinin sizə bəxş etdiyi o tükənməz həyat eşqi və pozitiv enerji ətrafınızdakı insanlara da dalğa-dalğa yayılacaq. Bugün həm də yeni şeylər öyrənmək, fərqli fəlsəfələrlə tanış olmaq, gələcək səyahətlərin planını qurmaq üçün əla zamandır. Yeganə diqqət etməli olduğunuz məqam, hər şeyə həddindən artıq böyük ümidlər bəsləyib real imkanlarınızı aşmamaq və məsuliyyətlərinizdən tamamilə qaçmamaqdır. Optimist olun, lakin ayaqlarınızın yerə möhkəm bastığından əmin olun. Sevgi həyatınızda bugün azadlıq, əyləncə və ortaq maraqlar ön plana çıxır. Əgər davam edən bir münasibətiniz varsa, partnyorunuzla birlikdə evdə oturmaq əvəzinə çölə çıxmaq, açıq havada vaxt keçirmək və ya heç getmədiyiniz bir məkana səyahət etmək aranızdakı bağları təzələyəcək. Siz münasibətdə darıxmağa dözə bilməyən birisiniz. Bugün partnyorunuzla birlikdə gülmək, zarafatlaşmaq və həyatın dadını çıxarmaq üçün ulduzlar sizə tam dəstək verir. Lakin diqqətli olun, onun sizə verdiyi bəzi tövsiyələri və ya qayğı dolu xəbərdarlıqları azadlığımın məhdudlaşdırılması kimi qəbul edib qəfil partlayışlar etməyin. Anlayışlı və səbirli olmaq bugün aranızdakı harmoniyanı qoruyacaq. Subay oxatanlar üçün isə bugün olduqca dinamik və sürprizlərlə dolu keçə bilər. Sizin o şən, səmimi və hazır cavab xarakteriniz ətrafınızdakı insanların, xüsusilə də fərqli mədəniyyətdən olan və ya xarici dil bilən birinin diqqətini dərhal çəkə bilər. Bugün sosial şəbəkələrdə bir təlimdə və ya tamamilə təsadüfi bir səyahət əsnasında flört enerjisi yüksək olan tanışlıqlar baş verə bilər. Qarşı tərəflə qura biləcəyiniz intellektual və yumoristik bağ sizə çox tez təsir edəcək. Hisslərinizin coşqusunu yaşayın, lakin qarşı tərəfi tam tanımadan böyük gələcək vədləri verməkdən hələ ki çəkinin. İş həyatınızda bugün vizyonunuzu, böyük layihələri və beynəlxalq əlaqələri inkişaf etdirmək üçün əla fürsətlər yaranacaq. Əgər təhsil, media, turizm, hüquq və ya xarici ticarət sahəsində çalışırsınızsa, bugün fərqinizi ortaya qoyacaq və böyük uğurlara imza ata bilərsiniz. Ağlınıza gələn yaradıcı və cəsarətli ideyaları iş yoldaşlarınızla və ya rəhbərliklə bölüşməkdən çəkinməyin, çünki sizin bugünkü inandırıcılıq qabiliyyətiniz və gələcəyi görmə bacarığınız hamını heyrətləndirə bilər. Yeni layihələrə başlamaq və ya mövcud işinizi daha böyük kütlələrə çatdırmaq üçün göy üzü sizə yaşıl işıq yandırır, lakin iş mühitində rutin və xırda detallarla məşğul olmaq bugün sizə əsl işgəncə kimi görünə bilər.
Böyük rəsmi görərkən sənədləşmə işlərində, rəqəmlərdə və ya hüquqi bəndlərdə xırda, lakin kritik səhvlər buraxa bilərsiniz. Buna görə də vacib işləri tamamlayarkən mütləq bir qız və ya boğa bürcündən olan iş yoldaşınızdan detalları yoxlamasını xahiş edin. Kollektiv daxilində daimi olaraq mühazirə oxuyan və ya hər şeyi ən yaxşı mən bilirəm deyən tərəf olmaqdan qaçın. İnsanları dinləmək sizə yeni perspektivlər qazandıracaq. Maliyyə məsələlərində bugün sizin o məşhur əliaçıqlığınız və riskə getmə meyliniz maksimum həddə ola bilər. Cəsarətli və bəzən də biraz məsuliyyətsiz addımlar ataraq büdcənizi çətin vəziyyətə sala bilərsiniz. Xüsusilə səyahətlər, xarici saytlardan edilən alış-verişlər, kitablar və ya sadəcə anlıq zövq verən əyləncələr üçün böyük məbləğlər xərcləməyə meyilli olacaqsınız. Şübhəsiz ki, pul xərcləmək sizə azadlıq hissi verir, lakin sabahı da düşünərək real gəlir çıxar balansınızı qorumağınız mütləqdir. İnvestisiya mövzularında isə bugün qumar xarakterli, tez varlanma vədləri verən və ya heç bir rəsmi zəmanəti olmayan sahələrdən, kripto, riskli bircə əməliyyatları tamamilə uzaq durmalısınız. Həddindən artıq özünə güvən bugün maddi cəhətdən itkilərə yol aça bilər. Əgər böyük bir alış və ya müqavilə reallaşdıracaqsınızsa, şərtləri soyuqqanlı şəkildə analiz edin. Borc götürmək və ya kiməsə böyük bir məbləğdə borc vermək üçün də əlverişli bir gün deyil. Sağlamlıq sahəsində bugün bədəninizin hərəkət ehtiyacını qarşılamaq sizə çox yaxşı təsir edəcək, əziz oxatanlar. Açıq havada gəzintilər, yüngül qaçışlar və ya velosiped sürmək daxilinizdəki o yüksək enerjini doğru şəkildə xaric etməyə kömək edəcək. Lakin fiziki aktivlik zamanı travma risklərinə, xüsusilə omba, bud və oynaq nahiyələrinizi həddindən artıq yükləməməyə diqqət etməlisiniz. Ani və sərt hərəkətlərdən qaçın, mental rifahınız üçün isə beyninizi daimi olaraq gələcək planları ilə doldurub anı qaçırmamağa çalışın. Bugün daxili dinclik tapmaq üçün fəlsəfi kitablar oxumaq, ruhunuzu dincəldən musiqilər dinləmək və ya sadəcə səssiz bir mühitdə oturub fikirlərinizi durultmaq sizə möcüzəvi şəkildə yaxşı gələcək. Qidalanma mövzusunda isə qaraciyərinizi yoracaq həddindən artıq yağlı, ağır və ya şəkərli qidalardan uzaq durub, bol su və bitki çaylarına üstünlük verməyiniz sağlamlığınızı stabil saxlayacaq. Oğlaq. Bugün həyatınızın idarə etmə panelini tamamilə ələ alacağınız, hədəflərinizə doğru daha qətiyyətli addımlarla irəliləyəcəyiniz xüsusi bir gündür, əziz oğlaqlar. 4 iyulun enerjisi sizin o fitri məsuliyyət hissinizi, strateji zəkanızı və sarsılmaz iradənizi maksimum dərəcədə stimullaşdırır. Son günlərdə ətrafınızdakı insanların plansızlığı və ya ciddiyyətsizliyi sizi bir qədər yormuş, bəlkə də motivasiyanızı aşağı salmış ola bilər. Lakin bugün gökyüzü sizə elə bir daxili güc və konsentrasiya bəxş edir ki, qarşınızda heç bir maneə dura bilməyəcək. Torpaq elementinin sizə verdiyi o ayaqları yerə möhkəm basan real yanaşma sayəsində həm şəxsi, həm peşəkar həyatınızda nizam-intizam qurmaq çox asan olacaq. Uzun müddətli gələcəyinizi inşa etmək üçün bugün atılacaq hər bir təməl gələcəkdə sizə böyük qələbələr vəd edir. Yeganə diqqət etməli olduğunuz məqam, həyatı sadəcə vəzifə və işdən ibarət görməmək, duyğularınıza və sevdiklərinizə də zaman ayırmağı unutmamaqdır. Sevgi cəbhəsində oğlaq bürcləri üçün bugün güvən, ciddiyyət və gələcəyə yönəlik sadiqlik testlərinin keçiriləcəyi bir gündür. Əgər davam edən bir münasibətiniz varsa, partnyorunuzla münasibətləri daha ciddi bir mərhələyə daşımaq, bəlkə də ortaq gələcək qurmaq üçün real addımlar atmaq barədə danışmaq üçün ideal zamandır. Siz sevgini boş vədlərlə deyil, real məsuliyyət götürərək göstərən birisiniz. Bugün partnyorunuza arxasında dayandığınızı, ona çətin anlarında necə böyük bir dayaq olduğunuzu hiss etdirəcəksiniz. Lakin emosional tərəfdə biraz soyuq, məsafəli və ya həddindən artıq qaydalar qoyan tərəf olmaqdan qaçmalısınız. Unutmayın ki, qarşınızdakı insanın bəzən sadəcə məntiqi məsləhətlərə deyil, isti bir qucaqlaşmaya və hər şey yaxşı olacaq cümləsinə ehtiyacı var. Subay oğlaqlar üçün bugün flört mövzularında kifayət qədər ehtiyatlı və seçici olacaqları bir dövrdür. Keçici, ciddiyyəti olmayan və ya sadəcə zaman itkisi kimi görünən heç bir tanışlığa enerji sərf etmək istəməyəcəksiniz. Bugün həyatınıza daxil olacaq və ya diqqətinizi çəkəcək insan böyük ehtimalla yetkin, həyatda öz mövqeyini qazanmış və məsuliyyət sahibi biri olacaq. İş və ya karyera mühitində baş verə biləcək xırda bir baxışma sonradan ciddi bir münasibətin təməlinə çevrilə bilər. Hisslərinizi dərhal büruzə verməyən o sirli və güclü duruşunuz qarşı tərəfin sizə olan marağını daha da artıracaq. İş həyatınızda bugün tam mənası ilə öz imperiyanızı quracağınız və ya mövcud mövqeyinizi möhkəmləndirəcəyiniz bir gündür. Peşəkar cəhətdən konsentrasiyanız o qədər yüksəkdir ki, ən mürəkkəb hesabatlar, layihə planları və ya strateji idarə etmə qərarları sizin əlinizdə asanlıqla həllini tapacaq.
Rəhbərliyin və ya iş tərəfdaşlarınızın qarşısında nüfuzunuzun bir qat daha artacağını görəcəksiniz. Əgər idarəçilik, maliyyə, dövlət strukturları, mühəndislik və ya tikinti sahəsində çalışırsınızsa, bugün çiyinlərinizə götürdüyünüz məsuliyyətlərin öhdəsindən mükəmməl şəkildə gələcəksiniz. Yeni iş təklifləri və ya mövcud layihələri böyütmək üçün göy üzü sizə böyük dəstək verir. Lakin kollektiv daxilində işçilərinizə və ya iş yoldaşlarınıza qarşı həddindən artıq tələbkar və komandir tonunda danışmaqdan çəkinin. Hər kəsin sizin qədər işgüzar və dözümlü olmaya biləcəyini qəbul etmək iş mühitindəki harmoniyanı qoruyacaq. Müqavilələr imzalayarkən və ya uzun müddətli biznes öhdəliklərinin altına girərkən bütün hüquqi bəndləri hər zamanki kimi diqqətlə incələyin. Sizin uzaqgörənliyiniz bugün sizi gələcək risklərdən qoruyan ən böyük qalxandır. Maliyyə məsələlərində bugün Oğlaq bürcləri üçün tam bir zəmanət və qənaət rejimi aktivləşir. Pulunuzu riskli və sonu görünməyən macəralara xərcləmək əvəzinə uzun müddətli investisiya planları qurmağa yönələcəksiniz. Büdcənizi sıx bir şəkildə nəzərdən keçirmək, gələcək böyük hədəfləriniz, məsələn, ev, torpaq almaq və ya biznes qurmaq üçün yığım hesabınızı artırmaq sizə daxili bir rahatlıq bəxş edəcək. Bugün impulsiv xərclərdən tamamilə uzaq olacaqsınız ki, bu da büdcənizin xeyrinədir. Əgər investisiya etmək niyyətiniz varsa, dəyərini heç vaxt itirməyən ənənəvi sahələrə, daşınmaz əmlaka və ya zəmanətli fondlara yönəlmək sizin üçün ən doğrusudur. Sürətli varlanma vədləri verən kripto və ya spekulyativ birja oyunlarından bugün uzaq durmağınız məsləhətdir. Maddi cəhətdən kiməsə asılı olmaq hissi sizi narahat etdiyi üçün bugün gəlir mənbələrinizi necə diversifikasiya edə biləcəyiniz barədə soyuqqanlı analizlər apara bilərsiniz. Sağlamlıq sahəsində bugün bədəninizin skelet dayaq sisteminə, xüsusilə də sümüklər, oynaqlar və diz nahiyələrinizə diqqət yetirməlisiniz, əziz oğlaqlar. Uzun müddət oturaq iş rejimində çalışmaq və ya bədəni həddindən artıq yükləmək bel və oynaq ağrılarına səbəb ola bilər. Gün ərzində mütləq yüngül dartınma hərəkətləri edin və dik oturmağa çalışın. Həmçinin bədəninizdə kalsium və D vitamini balansını qorumaq üçün qidalanmanıza xüsusi diqqət yetirin. Mental rifahınız üçün isə üzərinizə götürdüyünüz o böyük məsuliyyət yüklərini bir anlıq da olsa kənara qoymağı öyrənməlisiniz. Beyninizdə daimi olaraq gələcək qayğıları və iş planlarını fırlatmaq günün sonunda sizdə ciddi bir mental yorğunluq yarada bilər. Axşam saatlarında sizi işdən tamamilə uzaqlaşdıracaq bir hobbi ilə məşğul olmaq, sakitləşdirici bitki çayları içmək və ya sadəcə səssiz mühitdə zehninizi boşaltmaq ruhunuza çox yaxşı təsir edəcək. Növbəti günlərin gərgin ritminə hazır olmaq üçün yuxu rejiminizə riayət edin. Dolça. Bugün intellektual üfüqlərinizin tamamilə açıldığı, fərqli və orijinal ideyalarınızla ətrafınızdakı hər kəsi heyrətləndirəcəyiniz vizyoner bir gündür, əziz dolçalar. 4 iyulun göy üzü enerjisi sizin o sərbəstliyi sevən ruhunuzu, humanizm hissinizi və yenilikçi təfəkkürünüzü maksimum dərəcədə alovlandırır. Son günlərdə cəmiyyətin, qaydaların və ya monoton işlərin sizi sıxdığını, daxili azadlığınızın məhdudlaşdırıldığını hiss edirdinizsə, bugün həmin çərçivələri tamamilə qırıb atmaq üçün lazımi cəsarəti tapacaqsınız. Hava elementinin sizə verdiyi o intellektual və obyektiv yanaşma sayəsində hər kəsin ilişib qaldığı problemlərə tamamilə fərqli, gələcəyə yönəlmiş və yaradıcı həll yolları gətirəcəksiniz. Girdiyiniz mühitlərdə sadəcə fərdi uğurlarınızla deyil, həm də kollektivin xeyrinə olan fikirlərinizlə lider mövqeyinə yüksələ bilərsiniz. Yeganə diqqət etməli olduğunuz məqam, insanlardan həddindən artıq emosional şəkildə uzaqlaşıb, tamamilə soyuq və məsafəli bir robot kimi davranmaqdan qaçmaqdır. Zəkanız qədər qəlbinizin də səsinə qulaq asın. Sevgi həyatınızda bugün tam mənası ilə intellektual dostluq, azadlıq və ortaq maraqların paylaşıldığı bir atmosfer hakimdir. Münasibəti olan dolçalar üçün partnyoru ilə sadəcə romantik cümlələr qurmaq kifayət etməyəcək. Siz bugün onunla dünya hadisələri, kosmos, texnologiya və ya gələcək layihələr barədə dərin söhbətlər etmək istəyəcəksiniz. Münasibətinizdə sizi anlayan bir dostun olduğunu hiss etmək bugün aranızdakı emosional bağları daha da möhkəmləndirəcək. Birlikdə fərqli bir sosial layihəyə qatılmaq və ya dost mühitində vaxt keçirmək sizə çox yaxşı gələcək. Lakin diqqətli olun, tərəfdaşınızın sizdən gözlədiyi o kiçik emosional yaxınlığı və diqqəti azadlığımın qısıtlanması kimi qəbul edib qəfil məsafə qoymayın. Sevgi həm də fədakarlıq tələb edir. Subay dolçalar üçün bugün sosial şəbəkələr, onlayn platformalar və ya üzv olduğunuz dərnəklər, qruplar vasitəsilə maraqlı tanışlıqlar vəd edir. Sizin o qeyri-adi, heç kimə bənzəməyən üslubunuz və hazır cavablığınız intellektual səviyyəsi yüksək olan birinin diqqətini dərhal cəlb edə bilər. Qarşı tərəflə quracağınız zehni uyğunluq sizdə çox tez bir zamanda maraq oyadacaq.
Bugün başlayacaq flörtlər ilk növbədə çox möhkəm bir dostluğun təməli üzərində qurula bilər ki, bu da Dolça bürcü üçün uzun müddətli münasibətin ən fundamental şərtidir. İş həyatınızda bugün tam mənasıyla bir yenilikçi, bir kəşfiyyatçı kimi çıxış edəcəksiniz. Texnologiya, rəqəmsal marketinq, sosial media, elmi araşdırmalar və ya komanda idarəçiliyi sahəsində çalışan dolçalar üçün bugün böyük sıçrayışlar edilə bilər. Ağlınıza gələn və bəlkə də başqalarına ilk baxışdan dəlilik kimi görünən ideyalar, real tətbiqdə şirkətinizə və ya biznesinizə böyük uğurlar qazandıra bilər. Rəhbərliyin qarşısında çıxış edərkən layihələrinizi cəsarətlə müdafiə edin, çünki bugün təqdimat bacarığınız və insanları vizyonunuza inandırmaq qabiliyyətiniz olduqca yüksəkdir. Kollektiv daxilində isə ortaq hədəflər üçün insanları bir araya gətirən tərəf siz olacaqsınız. Komanda ruhunu artırmaq, iş yoldaşlarınızın motivasiyasını qaldırmaq üçün atacağınız addımlar sizə böyük hörmət qazandıracaq. Lakin rəsmi qaydalar və rutin hesabatlar bugün sizə həddindən artıq sıxıcı və boğucu görünə bilər. İşləri tamamilə buraxmaq əvəzinə onları daha praktik yollarla necə həll edə biləcəyinizi düşünün. Biznesinizdə yeni bir startup və ya rəqəmsal layihə təklifi alsanız, gələcək potensialını yaxşıca analiz edib qərar verin. Maliyyə mövzularında bugün dolçalar üçün texnoloji yeniliklər, rəqəmsal alətlər, kripto aktivlər və ya gələcək planları üçün investisiya araşdırmaları ön plana çıxa bilər. Pulunuzu ənənəvi üsullarla saxlamaq əvəzinə onu daha müasir və gəlirli sahələrə necə yönəldə biləcəyinizi düşünəcəksiniz. İşinizlə bağlı edəcəyiniz rəqəmsal yatırımlar, məsələn, yeni bir proqram, kompüter və ya avadanlıq gələcəkdə sizə 2 qat gəlir gətirə bilər, ona görə də bu cür xərcləri israf kimi görməyin. Lakin maliyyə cəhətdən həddindən artıq impulsiv və heç bir rəsmi təminatı olmayan riskli birja əməliyyatlarından və ya sonunu tam görmədiyiniz qumar xarakterli sahələrdən bugün uzaq durmalısınız. Müstəqilliyinizi qorumaq üçün büdcənizi çox ciddi bir nəzarətdə saxlayın. Dostlarınızla ortaq bir biznesə girmək və ya kiməsə borc vermək mövzusunda bugün biraz ehtiyatlı olmalısınız, çünki maddi məsələlər gələcəkdə çox yaxın olduğunuz insanlarla aranızda soyuqluq yarada bilər. Sağlamlıq sahəsində bugün ən çox diqqət yetirməli olduğunuz məsələ qan dövranı sisteminiz və ayaq biləklərinizdir, əziz dolçalar. Gün ərzində uzun müddət hərəkətsiz qalmaqdan, oturaq rejimdə işləməkdən qaçın, mütləq fasilələr verib qısa gəzintilər edin ki, qan dövranınız stimullaşsın. Həmçinin ani hərəkətlər zamanı ayaq biləklərinizi burxmaq və ya zədələmək riskinə qarşı ehtiyatlı olun. Bol su içmək bədəninizin mineral balansını qorumaq üçün şərtdir. Mental rifahınız üçün isə bugün rəqəmsal dünyadan bir müddətlik də olsa uzaqlaşmaq, rəqəmsal detoks sizə inanılmaz dərəcədə yaxşı təsir edəcək. Beyniniz daimi olaraq informasiya axınına məruz qaldığı üçün günün sonunda ciddi bir zehni yorğunluq və ya daxili bir təşviş hiss edə bilərsiniz. Axşam saatlarında telefonları bir kənara qoyub, sakit bir mühitdə meditasiya etmək, təmiz havada gəzintiyə çıxmaq və ya sadəcə xəyallarınızla baş-başa qalmaq ruhunuzu sıfırlayacaq. Yuxu rejiminizə xüsusi diqqət yetirin, beyninizin tam dincəlməsi üçün vaxtında yatmağınız vacibdir. Balıq. Bugün emosional dünyanızın ən dərin, ən rəngli qatlarına enəcəyiniz, ruhunuzun səsinə hər zamankından daha çox qulaq asacağınız sehirli bir gündür, əziz balıqlar. 4 iyulun göy üzü ab-havası sizin o fitri yaradıcılığınızı, yüksək empatiya qabiliyyətinizi və mistik tərəfinizi maksimum dərəcədə aktivləşdirir. Son günlərdə real həyatın o quru, soyuq və qəddar qaydaları zərif ruhunuzu bir qədər incitmiş, bəlkə də sizi daxilən yormuş ola bilər. Lakin bugün göy üzü sizə elə bir daxili hüzur və təsəlli bəxş edir ki, ətrafınızdakı bütün negativ enerjiləri öz müsbət avranızla əridə biləcəksiniz. Su elementinin sizə verdiyi o güclü intuisiyalar sayəsində insanların dilə gətirmədiyi dərdlərini, sevinclərini bir baxışla hiss edəcək, onlara mənəvi cəhətdən şəfa verən tərəf olacaqsınız. Günün ümumi enerjisi sənət, xəyal gücü və daxili dinclik axtaranların tamamilə lehinə işləyir. Yeganə diqqət etməli olduğunuz məqam, xəyallar dünyasına həddindən artıq qapılıb real həyatın məsuliyyətlərini tamamilə unutmamaq və insanlara qarşı həddindən artıq fədakarlıq edib özünüzü qurban verməməkdir. Sevgi cəbhəsində balıq bürcləri üçün bugün tam mənasıyla nağılvari bir romantika, ruhsal bağlılıq və dərin emosional səmimiyyət hakimdir. Münasibəti olan balıqlar üçün partnyoru ilə eyni tezlikdə olmaq, sanki danışmadan belə bir-birini başa düşmək bugün çox asan olacaq. Tərəfdaşınızla birlikdə dəniz kənarında gəzintiyə çıxmaq, sakit bir musiqi sədası altında sadəcə göz-gözə oturmaq aranızdakı emosional bağları görünməz, lakin qırılmaz iplərlə möhkəmləndirəcək. Siz sevgini bütün varlığınızla, heç bir şərt qoymadan yaşayan birisiniz və bugün qarşı tərəfə də bu saf duyğunu tam mənasıyla hiss etdirəcəksiniz.
Lakin diqqətli olun, həddindən artıq alınqanlıq və partnyorunuzun adi bir hərəkətindən böyük emosional dramlar yaratmaq meyliniz bugün biraz baş qaldırarsa, aranızda yersiz gərginlik yarana bilər. Biraz daha soyuqqanlı olmağa çalışın. Subay balıqlar üçün isə bugün xəyallarındakı o şahzadəni və ya pərini tapmaq ümidi pik həddə ola bilər. Auranız elə bir sirli və cəlbedici enerji yayır ki, insanların sizə qarşı daxili bir çəkiliş hiss etməsi qaçılmazdır. Bugün yaradıcı bir mühitdə, incəsənət tədbirində və ya tamamilə təsadüfi bir qarşılaşma əsnasında kiminləsə qura biləcəyiniz emosional bağ sizi çox tez təsir altına ala bilər. Hisslərinizin coşqusunu yaşayın, lakin qarşı tərəfi ağlınızda həddindən artıq ideallaşdırıb, onun real qüsurlarını görməkdən imtina etməyin. İnsanları olduqları kimi qəbul etmək sizi gələcək xəyal qırıqlıqlarından qoruyacaq. İş həyatınızda bugün sizin yaradıcılığınız, vizual təxəyyülünüz və incə zövqünüz ən böyük üstünlüyünüz olacaq. Əgər incəsənət, musiqi, yazı, psixologiya, dizayn və ya sosial yardım sahələrində çalışırsınızsa, bugün ortaya qoyacağınız işlər, layihələr rəhbərliyin və ya müştərilərinizin qəlbinə birbaşa toxuna bilər. Problemlərə gətirdiyiniz intuitiv və qeyri-standart həll yolları kollektiv daxilində sizin nə qədər əvəzolunmaz bir kadr olduğunuzu bir daha sübut edəcək. İnsanlarla qurduğunuz empatiya sayəsində çətin müştəriləri belə yola gətirmək bugün sizin üçün çox asan olacaq, lakin iş mühitində rəqəmlər, hesabatlar və ya ciddi administrativ qaydalar bugün sizə həddindən artıq boğucu və darıxdırıcı görünə bilər. Diqqət dağınıqlığı səbəbindən sənədləşmə işlərində xırda səhvlər buraxa bilərsiniz. Buna görə də vacib işləri tamamlayarkən tez-tez fasilələr vermək və ya diqqətinizi tam cəmləşdirmək üçün sakit bir musiqi dinləmək faydalı olar. Kollektiv daxilində baş verən gizli intriqalardan və ya aqressiv rəqabətlərdən uzaq durun, öz daxili sakitliyinizi qorumaq iş keyfiyyətinizi də qoruyacaq. Biznesinizdə yeni bir addım atmaq istəyirsinizsə, daxili səsinizə qulaq asın, lakin maliyyə detallarını da rəsmi şəkildə yoxlatmağı unutmayın. Maliyyə məsələlərində bugün balıq bürcləri üçün biraz buludların üzərində gəzmək enerjisi aktiv ola bilər. Pul mövzusunda həddindən artıq optimist və ya ehtiyatsız davranaraq büdcənizi aşacaq alış-verişlər edə bilərsiniz. Xüsusilə sənət əsərləri, kosmetika, yaradıcı hobbilər və ya sadəcə kiməsə kömək etmək məqsədlə ehtiyacınızdan artıq pul xərcləməyə meyilli olacaqsınız. Əlbəttə ki, xeyirxahlıq və zövqlərə pul ayırmaq gözəldir, lakin real gəlir çıxar balansınızı da göz önündə saxlamalısınız. Alış-verişə çıxmazdan əvvəl özünüzə konkret bir büdcə limiti qoymaq bugün sizi gələcək maddi sıxıntılardan xilas edəcək. İnvestisiya mövzularında isə bugün tam mənası ilə real və zəmanətli sahələrə yönəlməyiniz şərtdir. Hisslərinizə güvənərək heç bir rəsmi təminatı olmayan riskli birja oyunlarına və ya kripto aktivlərə böyük məbləğlər yatırmaqdan tamamilə uzaq durmalısınız. Çünki bugün maddi məsələlərdə reallıq hissiniz biraz zəifləyə bilər. Kiməsə borc vermək mövzusunda da ehtiyatlı olun, qarşı tərəfin səmimiyyətinə inansanız belə, bugün verilən borcların geri qayıtması gözlədiyinizdən qat-qat uzun çəkə bilər. Sağlamlıq sahəsində bugün bədəninizin mayi balansına və immun sisteminizə xüsusi diqqət yetirməlisiniz, əziz balıqlar. Gün ərzində bol su içdiyinizdən və bədəninizi toksinlərdən təmizlədiyinizdən əmin olun. Həddindən artıq duzlu və ya emal olunmuş qidalar bədəninizdə ödem yarada bilər. Həmçinin allergik reaksiyalara və ya dərmanların əks təsirlərinə qarşı bugün hər zamankından daha həssas ola bilərsiniz. Qəbul etdiyiniz qidaların və vitaminlərin təzəliyinə diqqət edin. Ayaqlarınız və dabanlarınız da bugün həssas ola bilər, rahat ayaqqabılar seçməyə çalışın. Mental rifahınız üçün isə bugün tam mənası ilə suyun enerjisindən istifadə etməlisiniz. Günün sonunda ilıq bir duş almaq, dəniz kənarında və ya su mənbəyinə yaxın bir yerdə sakit gəzintiyə çıxmaq üzərinizdəki bütün negativ emosiyaları yuyub aparacaq. Ruhunuzu dincəltmək üçün meditasiya etmək, xəyal qurmaq və ya sadəcə səssiz bir mühitdə oturub zehninizi boşaltmaq sizə möcüzəvi şəkildə yaxşı gələcək. Keyfiyyətli bir yuxu rejimi tətbiq edin, çünki sizin daxili enerjinizin yenilənməsi üçün yuxu ən böyük dərmandır.